Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Aysun İsmailova və meyxanaçı və müğənni Akşin Fatih birlikdə duet ifa edəcəklər. Bu barədə Aysun və Akşin efirdə səsləndiriblər. Veriliş arxası isə Aysun İsmailova jurnalistlərin suallarından nəfəs sizdən inciyərmi sualına reaksiya verib həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olub videonu bəyənməyi və paylaşmağı unutmayın. Bəs nəfəs incitsə səndən? Niyə incir ki? Nəfəs akışından başqa heç nə duet oxumuyor. Bir, ikincisi mən Yox, duet azaddır. İnşallah uğurlu olar. Necə təzim edən? Mən akışla dostluq edəndə heç nəfəs ondan müğənni deyildim. Mən uzun neçə ildə oxuyurdum. Hər kəs hörmətimiz sonsuzdur. Uğurlu olsun layihəniz. Əlbəttə, amma yəni bunu nə deyəcəkdi də, onu anlamıram. Əziz bizi sevənlər, bütün sevənlərim, 14 fevral hər birinizi Akşin bəyin gözəl məkanında ilk dəfə səhnə alacağım, hər birinizi gözləyəcəm. Və çox güman ki, duetimiz də orada. Ay inşallah, çox heyecanlıyım inşallah. Bum belə.